Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri soyuq havalarda çox severək yediyimiz sağlıqlı və faydalı yeməklərdən olan ərişdəli lobya şorbası hazırlayıram və bu yeməyin hazırlanma qaydasını sizinlə bölüşmək istəyirəm. Sizin üçün maraqlıdırsa videomuzu sona qədər izləyin. Yeməyimizi hazırlamaq üçün 1 stəkan lobyanı isti suda isladıb bir kənara qoyuruq. Ən azı 2 saat istiqla qalmalıdır. Və 1 kilo dana ətinin sümüklü tikələri lazımdır. Sümükləri ətdən ayırdıqdan sonra təmiz olana qədər yuyuram və geniş bir qazanda üzərinə təmiz su töküb qaynadacağım. Nənəmiz, anamız bu yeməyi soyuq qış havalarında hazırlayırdılar. Hətta onu deyim ki, evdə kimsə xəstə olanda bollucasına bişirirdilər. İnanın ki, bunun içərisində olan əvəlik özü dərman bitkisidir. Çox faydalıdır öskürək üçün. Soyuq dəymə zamanı içərisinə yeməyin sarımsaqlı qatıqda əlavə edib yeyirdik. Yeməyimizin bulyonu üçün qoyduğum sümüklər qaynayır. Artıq bunların üzərinin köpüyünü yığıram və 3 ədəd soyduğum soğanı qazana atıram, bulyonla birlikdə qaynasın. Bulyonumuz ən azı 1-2 saat qaynamalıdır, ət bişənə qədər. Ona qədər haqqında danışdığım dərman bitkisi olan əvəliyi bu xırda ölçülərlə doğrayıram və üzərinə su tökürəm, biraz islaqda qalsın. Yeməyimizin ərişdəsi üçün 2 stəkan unu ələkdən keçirdirəm və üzərinə 1 yumurta və duz əlavə edib çox da bərk olmayan xəmir yoğuracağım. İki stəkan undan bu qədər xəmir alındı və mən bunu 2 hissəyə bölürəm. 2 gündə alınır məndə. Birini saxlayıram, digərini isə yaymağa başlayıram. Ərişdəni kəsmək üçün biz bunu çox da nazik olmamaq şərti ilə yayıram. İndi mən sizə qalınlığını göstərəcəm. Yaydığım yuxanın, baxın, bu qədər qalınlıq olmalıdır, nazik olmamalıdır. Yuxanın üzərinə bolluca un tökdüm və oxlova büküb bu formada kəsirəm. Xəmiri un tökməkdə məqsədimiz odur ki, xəmiri üst-üstə qoyub kəsdikdə bir-birinə yapışmasın. Gördüyünüz kimi üst-üstə qatladığım xəmiri 4 hissəyə ayırıb kəsdim. Qaynayan bulyonun içərisinə duz tökürəm və hər bir hissəni də ayrı-ayrılıqda gördüyünüz kimi uzun-uzun ərişdə formasında kəsirəm. Bu olur mənim ərişdəm. Xəmirə çox un vurduğum üçün xəmir bir-birinə yapışmır və sonra isə bu formada ununu biraz da setkadan keçirdirəm ki, çox unlu qalmasın ərişdəmiz. Daha sonra ərişdələri biraz yayıb padnusda taxtanın üzərində saxlayıram. Hava vurub 1 saat, yarım saat bu formada qurutsun. Ona qədər əvvəlcədən islatmışdım, onu sıxıb sudan çıxartdım. Biraz da yeməyimizə dad vermək üçün alça turşusu yuyuram. İndi isə ətimiz bişib, sümükləri sudan çıxardıb və bulyonu süzürəm. Bulyonu kənarda süzüb, içərisinə islatdığım lobyanı əlavə edirəm və turşunu əvvəliyi əlavə edirəm. Hamısını içərisinə tökürəm bulyonun. Sümüklərdən ayırdığım əti tökdüm. Üzərinə isə biraz da yenə duz əlavə edib, istiot əlavə edib qoyuram qaynamağa. Lobya bişənə qədər qaynadacağım. Qazın altını isə aşağı edirəm ki, yeməyimizin suyu çəkilməsin. Ona qədər biraz da kənarda sarımsaqlı qatıq hazırlayıram. Bu yeməkdə sarımsaq qatıq mütləq olmalıdır. Dəyərli izləyicilər, kanalımıza dəstək olmaq üçün abunə olub yorum yazsanız çox sevinərik və sizin dəstəyinizə çox ehtiyacımız var. Yeməyimizə yağ əlavə etdim bu arada, kərə yağı. Və artıq lobyamız bişib, biraz da quruyan ərişdələri yavaş-yavaş yeməyimizin içərisinə tökürəm.
Erişteləri tökdükdən sonra yeməyi biraz da qarışdırıram ki, xəmirlər bir-birinə yapışmasın. 15 dəqiqə qaynadırıq, xəmirlər bişənə qədər. Artıq yeməyimiz hazırdır. Əsl qış yeməyidir, dəyərli izləyicilər. Çox sağlıqlı, çox tutumlu, doyumlu yeməkdir. İçərisində əti var, xəmiri, lobiyası, əvəliyi var. İnanın ki, dadı da ki, çox dadlıdır. Bu yeməyi yeyənlər bunun dadını bilirlər və siz də bir dəfə bişirsəniz, inanın ki, sizin də qış aylarında, soyuq havalarda ən sevdiyiniz yeməklərdən biri olacaq. Biraz kəsdiyim ərişdədən artıq qalıb, onu isə qurudub, növbəti dəfə ərişdə şorbası hazırlayanda istifadə edəcəm. Göz haqqınızı halal edin, salamat qalın. Növbəti videolarımızda inşallah görüşənədək Allaha əmanət olun.